Salam, hər vaxtınız xeyir. Demiş var xalq ədəbiyyatının ağıllı uşaq. Uşaq. Ağıllı uşaq şifahi xalq ədəbiyyatının nümunəsidir. Nağıldır. Nağıldır. Nağıldısa hansı növdədir? Epik növdə. Nağıldısa demək, yəni nağılın əvvəldə, sonunda özünəməxsus ifadələrlə özünəməxsus ifadələr yer alacaq. Məsələn, girişində biri var idi, biri yox idi. Yəni, çıxışında göydən üç alma düşdü formada. Yəni bu ifadələr yer alır. Sonra ümumiyyətlə belə deyim, bu nağılın, yəni ağıllı uşaq nağılının məzmunu ilə səslənən atalar sözləri. Ağıl yaşda deyil, yadınızda saxlayın, imtahanda düşür, suallara düşür. Ağıl yaşda deyil, yaşda deyil, başdadır. Ağıl yaşda deyil, başdadır. Demək, nağılın məzmunu ilə səslənən atalar sözləri budur. Həm məzmunu ilə, həm ideyası ilə. Yadda saxlayırıq. Sonra ağıllı uşaq nağılında demək obrazlar var. Baş məsləhətçi obrazı, xan obrazı, Əhməd obrazı, qoca obrazı, qocalar obrazı, camaat, yəni camaat ümumi verilir. Ən çox yəni əsərin baş qəhrəmanı kimdir? Əhməddir. Baş qəhrəman Əhməd. Demək, Əhməd necə biridir? Ağıllıdır. Ağıllı, bacarıqlı. Bunlar hamısı bir-bir testlərə düşür. Tədbirli. Hazır cavab. Hazır cavablığın biz harda görürük? Dəvə ilə keçi ilə xanın hüzuruna daxil olduqda xan artıq görür ki, bu hazır cavabdır. Yəni deyir, mən ümumiyyətlə özümdən hündür olan birini istəmişdim və mən baxanda mən ona aşağıdan yuxarı baxım. Əhməd də deyir ki, mən dəvədəyəm, sən də mənə aşağıdan yuxarı baxırsan. Deyir, sən düşəndə axı mənim qıçımdan aşağı olmasan. Deyir, kim deyir ki, mən dəvədən aşağı düşürəm? Yəni orada artıq xan bilir ki, Əhməd hazır cavabdır. Sonra iradəli, səbirli, qoçaq, xeyirxah. Yaxşı, elə bir sual verim. Əhməddə hansı xüsusiyyət yox idi? Bunların hamısı var. Məsələn, ağıllı idi, bacarıqlı idi, tədbirli idi, hazır cavab idi, iradəli idi, səbirli, qoçaq, xeyirxah, amma bir xüsusiyyət yox idi. O hansı idi? Buraya yazıram. Yadınızda saxlayın. MİQ imtahanına da düşür. Demək, Əhməd təcrübəli deyildi. Təcrübəli deyildi. Çünki Əhməd sualları kətdə tək qalmış qocadan öyrənir. Və o qoca da məsləhətlərin verir və sualın birini demir. O da deyir ki, o da qalır sənin özünə. Yəni sən gedib xanın şəhərinə girməlisən, oradan o sualın cavabını tapmalısan. Yəni ümumiyyətlə Əhməd təcrübəsiz idi, təcrübəli deyildi. Bu da belə. Sonra yaxşı, xan necə obraz idi? Xan qəddar idi. Qəddar, hiyləgər və necə acgöz. Acgöz qəddar idi, hiyləgər idi, acgöz idi. Qəddarlığın harda görürük? Məsələn, qocaları gətirir zindana saldırır. Hiyləgərliyin harda görürük? Suallar tərtib edir, suallar, yəni göndərir çaparla. Acgözlüyün harda görürük? Yəni kəndləri işğal edir. Bir-bir kəndləri işğal edir. Bu kəndini işğal edə bilmir, çünki kəndin qocaları dünya görmüş qocalar idi. Hər dəfə xanın hiyləgərcəsinə hazırladığı sualları düzgün taparaq kəndi xilas edirdilər. Ona görə qocaları neynir? Aradan çıxardır. Baş məsləhətçisinin köməyi ilə. Bu da belə, bunu da bildik. Sonra biz dedik ki, yəni kəndin qocaların çıxarılmasının xanın baş məsləhətçisi verir və gedirlər kəndə hərəsi bir qocanın evinə. Və qocalara nə deyirlər? Deyirlər ki, xan çətinə düşüb və sizin köməyinizə ehtiyacı var. Yəni bərk çətinə düşüb sizin köməyinizə ehtiyacı var. Və qocalar da inanmasalar da, yəni belə könülsüz gedirlər və xan onları zindana saldırır. Sonra kimin vasitəsilə xəbər göndərir? Əlbəttə ki, Çaparın. Nə göndərir? 3 alma göndərir. 3 alma. Deyir, bu almalardan biri 1 illik, biri 2 illik, biri isə 3 illikdir. Yəni tapsınlar, 3 gündə vaxt verir. Çaparla göndərir, 3 gündə vaxt verir. Biri 1 illik, biri 2 illik, biri 3 illikdir. Ondan sonra kim bu sualı tapsa, həmin adam mənim yanıma nə ilə gəlsin? Mənim ən xoşladığım heyvan, ən çox xoşladığım heyvan və elə biri olsun ki, məndən boyca hündür olsun, mən ona aşağıdan yuxarı baxım. Şərtləri bu idi. Çapar bu xəbəri aparır kəndə 3 gün vaxt verir. Kənddəki camaat bu şərtləri hey düşünür, hey fikirləşir, tapa bilmir. Kənddə bir qarının Əhməd adında bir nəvəsi var idi. Bu Əhməd nənəsindən məsləhət alır. Nənəsi deyir ki, kənddə ümumiyyətlə belə soruşur ki, kənddə qoca qalıb, yəni qoca var, yəni ağıllı qoca, dünya görmüş qoca. Nənəsi deyir ki, bir qoca qalıb, yaşı yüzü ötmüş, şikəst olduğuna görə onu xanın adamları aparmayıblar.
Və Əhməd yollanır həmin qocanın yanına. Qoca necədir? Şikəstdir, şikəst. Gözləri görmür. Yaşı yüzü keçib. Yüzü keçib. Əhməd yollanır həmin qocanın yanına. Qoca soruşur ki, oğlum məndən nə məsləhət istəyirsən? Əhməd xanın şərtlərini neyinir? Qocaya söylər və ondan kömək istəyir. Qoca neyinir? Qoca ona kömək edir, məsləhət verir. Amma bir sualın cavabın qoca demir. Deyir, o xanın xoşladığı heyvanı sən özün şəhərə bir tərk daxil olub oradan öyrənməlisən. Hansı sualı demək, daha doğrusu qoca demir, xanın xoşladığı heyvanı. Demir. Sonra Əhməd çıxır çölə, görür ki, bir qarı. Sürçüb yığır. Qarı kimdir? Şikəst qocanın bacısı. Testlərdə verilə bilər ki, anası və yaxud da həyat yoldaşı, xeyr, qocanın bacısıdır. Sürçüb yığır. Deyir, neyinirsən? Qarıya səslənir. Deyir, odunumuz qutarıb, sürçüb yığıram. Neyinir? Əhməd neyinir? Qarıdan balta alır, bir də çatı alır. Balta və çatı. Çatı nədir? Çatı qıldan hörülmüş kəndir. Bərk kəndir. Yəni çatı. Və balta ilə çatını götürür, gedir meşəyə və bir şələ odun yığıb gətirir qocanın həyətinə tökür və çıxır gedir. Gedir, xanın şəhərinə girmək istəyir. Girə bilmir. Görür şahın yəni şəhərdən kənarda qoyun sürüsü var, xanın qoyun sürüsü. Gəlir öz kəndin çobanlarının yanına. Bütün olanları ona danışır və ondan bir qoçun dərisini istəyir. Çoban canla başla. Bax, buradakı qoçun dərisini aldığı çoban, çoban öz kəndlərinin çobanı idi. Bunu yadınızda saxlayın. Öz kəndlərinin çobanı idi. Xanın çobanı deyildi. Kəndin çobanı da canla başla qoçun birini kəsir, başı qarışıq dərisini verir Əhmədə. Əhməd onu tez neyinir? Dəsmala bükür, aparır, çatana yaxın onu geyinir, qoyunların arasına girir və görür ki, çoban oturub. Tez yenə çıxardır, bükür, dəsmala qoyur. Yaxınlaşır çobana. Çobanın yanında görür ki, bir keçi var. Bəzəkli, bəzəyiblər həmin keçini. Üstünə zər, nə bilim, hər şey. Keçi başdan ayağa bəzənmiş formada. Soruşur ki, bu keçi bu cür niyədir? Yəni belə niyə bəzəmisiz? Çoban deyir ki, yəqin sən buralı deyilsən. Əhməd tez özünü itirmədən deyir ki, yox, mən bu şəhərdənəm. Sadəcə mənim nənəm çox çölə bayra qoymur. Ona görə də yəqin ki, bu keçini görməmişəm. Çoban deyir ki, bu keçini bu şəhərdə görməyən, bilməyən yoxdur. Əhməd də deyir ki, mənim nənəm qoymayıb, görməmişəm. Deyir, yaxşı, onda bil agah ol. Çoban deyir. Bil agah ol, bu keçi şahın balacalıqdan xoşladığı, yəni heyvandır. Şahın, daha doğrusu xanın xoşladığı heyvan. Bunu öyrənən kimi Əhməd çox sevinir. Sevindiyindən yerə göyə sığmır. Əhməd qayıdır kəndlərinə. Qayıdır və camaatdan bir dəvə istəyir. Camaat bunun bu hərəkətinə yəni gülür. Deyir, mənə bir dəvə verin. Dəvə istəyir. Camaatdan dəvə. Sual düşə bilər. Camaatdan nə istəyir? Dəvə istəyir. Deyir, siz mənə dəvəni verin. Mən gedəcəm xanın sarayına, xanın yanına. Kəndi xanın işğalından qurtaracam. Camaat gülür. Amma Əhməd nə deyir? Deyir, mən xandan qorxmuram. Gedəcəm. Camaat da əli qoynunda tapmayıblar xanın suallarını və əlacsız bir dəvə tapıb mindirirlər Əhmədi, salırlar yola. Əhməd neyinir? Gedir xanın hüzuruna. Xanın hüzuruna gedir. Xan nə görsə yaxşıdır. Görür bir uşaq dəvədə gəlir, yanında keçi, görən kimi qəzəblənir. Deyir, sualın birini tapıb. Keçini görən kimi deyir, sualın birini tapıblar. Nəsə, yaxınlaşır, deyir, o birilərə baxaq görür, bəlkə o birilər yəni tapılmayıb. Gəlir, deyir Əhmədə ki, mən demişdim ki, elə adam gəlsin ki, məndən boyca hündür olsun. Əhməd deyir, mən sizdən dəvənin üstünə boyca hündürəm. Deyir, sən düşəndə yerə mənim qıçımdan aşağı olarsan. Deyir, yox, mən kim deyir ki, mən yerə düşəcəm. Görür ki, xan deyir ki, hə. Əhməd necədir? Hazır cavabdır. Əhməd belə şərt qoyur. Deyir ki, mən bütün sualların cavabını verəcəm. Amma meydana cəmaatı yığmalısan. Mən cəmaatın yanında sualların cavabını söyləyəcəm. Yoxsa söyləmirəm. Yəni söyləsəm siz kəndinizə toxunmayasınız və zindana saldığınız qocalar da oradan çıxarasınız. Xan nə deyir? Deyir, almaların sirrini düzləyə bilməsən, mən də boynunu vurduracağam. Razılaşırlar, bir-birinin şərtini qəbul edirlər. Neyirlər? Bir-birinin şərtini qəbul edirlər. Kim? Xan, bir də Əhməd. Camaat toplanır meydana, Əhməd gəlir. Almaların demək sirrin deyir. Deyir, bax, ən şirəli birlik alma suyun dibinə batandır. Çünki o şirəlidir, ağırdır. Ortada qalan suyun ortasında.
nədir o? 2 illikdir. Yəni suyu tam qurumayıb. Suyun üzərində qalan isə 3 illikdir. Onun suyu quruyub. Artıq cəmaət, xanın adamları Əhmədin bu cavablarına heyrət içində, cavabını heyrət içində izləyirlər və xan əlacsız qalır. Xan əlacsız qalır. Niyə? Çünki istəyir fikrindən dönsün. Xan istəyir ki, fikrindən dönsün. Amma neynir? Dönə bilmir. Çünki o meydandaydı. Meydanda cəmaət toplaşır və o öz fikrindən dönsəydi, şərtlərə əməl eləməsəydi, cəmaətin gözündən düşəcəkdi. Yəni cəmaətin hörməti itirəcəkdi. Ona görə əlacsız qalır, qocaları zindandan çıxarır. Əhməd də neynir? Qocaları götürür, kəndini xilas edir və bu şad xəbəri cəmaata çatdırır. Cəmaət də neynir? Ona kəndə çatanda onu qarşılayır, afərin deyib, alqış edir. Və bayaq demişdim ki, özünə məxsus sonluqla bitir. Göydən 3 alma düşür. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri Əhmədin. Bax bu qədər. Əsas burada fikir verəcəyiniz məqam nədir? Ağıllı uşaqla Əhmədlə ədəbiyyatda digər bir obrazın oxşarlığı. O da hansı obrazdır? Demək, Basat. Basatın Təpəgözü öldürdüyü boyda Basatla Əhmədin bir-birinin ortaq cəhətləri var. Demək, Əhməd də düşmən tərəfə tək gedir, Basat da. Sonra Əhməd də qocalardan məsləhət alır, Basat da. Əhməd də heyvan dərsindən istifadə edir. Basat Təpəgözü çaşdırmaqdan ötürü qoyunların arasına girib, çıxmaqdan ötürü qoyun dərsinə girir. Əhməd də qoyun dərsindən istifadə edir. Basat orada məsəl üçün qocalar var idi, yemək pişirən qocaları. Onları xilas edir, yəni tutarır, öldürür Təpəgözü. Qocalar xilas olur. Əhməddə də qocalar xilas olur. Sonra Basat da yaşadığı ərazini, yeri təhlükədən qurtarır. Əhməd də yaşadığı kəndi xilas edir. Basat da öz ağlı, fərasəti ilə düşməndən, yəni Təpəgözdən xilas olur. Əhməd də öz ağlı və fərasəti ilə düşməndən xilas olur. Yəni burada güc rol oynamır. Bunlar öz ağılları ilə düşmənə qalib gəlirlər. Yəni bu qədər.